Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, 229-cu sualda bizdən deyir ki, ABC üçbucağında A bucağının tənbələn üzərində K nöqtəsi götürülmüşdür. Buna əsasən BK-nın uzunluğunu tapın. BK, baxın bizdən bunu soruşur. Bax, ilk öncə burada nə etmək olar? Bu K-nı uzatsam, K, bura deyək H. Bura bütöv 16-da axı. O zaman neçə eləyəcək bu? 8 buranı böldü. Düzdür? İndi fikir versəniz, bura bir x deyirəm. Bu katet 8, hipotenüs 17. Deməli 8, 17, 15 düzbucaqlı üçbucağı var burada. Bax, fikir ver. Bu düzbucaqlı üçbucaqdan söhbət gedir. Onda bu x neçə olmalıdır ki 15 ödəsin? 6 olmalıdır. İndi ən maraqlı məqam nədir? Bax, bu düzbucaqlı üçbucağa baxın. Bu düzbucaqlı üçbucaqda 6 katet, 8 katet bizdən soruşulan hipotenüs olduğundan 8-in kvadratı plus 6-nın kvadratı bərabərdir soruşulan. Buradan 64 plus 36 bərabərdir x kvadrata. 100 əgər x kvadratdırsa bizdən soruşulan x də olacaq 10. Yəni D bəndi.